Görəcək utanmaz mı? Hə. Yaş. Bura baxaq. Füzuli 1494 Kərbəlada anadan olub. Sizə kimi xatırladır? Məsələn, deyirik, İraqdan kənara çıxmayıb. Nizami Gəncəvi də Gəncədən kənara çıxmamış. Düzdür. İraqdan kənara çıxmayıb, sarayda yaşamayıb. Eyni Nizami Gəncəvi kimi ortaq cəhətini götürə bilərik. Saray şairi deyil. Amma, bax, saraylara getməyib, sarayda yaşamayıb. Amma iki böyük dövlətin hökümdarlarının ona böyük hörməti olub. Osmanlı dövlətinin, Səfəvilər dövlətinin. Hə, Səfəvilər. İki dövlətin hökümdarı ona böyük hörmət olub. Hətta Osmanlı hökümdarı ona 9 axça təqaüd də kəsdi. O qədər hörmət sahibidir ki. Amma onu da ala bilmədi. Ölümündən sonra o kağız hazır oldu. Ölümündən sonra daha gec idi. Yə bilmədi o Füzuli haqqında belə əldə geniş məlumat yoxdur. O məlumatları da orta dövr təzkirələrindən az çox əldə, ən çox da Gülşən-i Şuara, Əhd-i Bağdadinin Gülşən-i Şuara əsəri. Oradan az çox məlumat var. Orada da göstərirlər ki, Fəzl adlı oğlu olub. O da zərif şeirlər yazıb, atadan oğula genetik keçiblər. Füzuli həm də dövrünün ona Mövlanə deyirlər. Mövlanə nə deməkdir? Yazdırmışdım keçəni. Mövlana nə deməkdir? Bizim ağamız. Bizim ağamız. Hamı ona Mövlana deyə müraciət edirdi. Mənası bizim ağamız deməkdir. O qədər hörmət sahibi olur. Çünki elmin, yəni dövrünün bütün elmlərini dərindən bilir. Həm dini elmləri dərindən bilir. Dini mükəmməl bilir. Dini ocaqlarda da işləyib da. Elə oradan aldığım maaşdan da dolanırdı. Həm dini mükəmməl bilir, həm dünyəvi elmləri dərindən bilir. Xoş sözlü, xoş söhbətli, mehriban, güləriz, xoş sifət, yaxşı dərin mənalı fikirlər söyləyən, yeni fikirlər söyləyən bir insan olur. Bunu biz harada gördük? Gülşən-i Şuara əsərində, Əhd-i Bağdadi. Yaxşı, öləndən sonra da İmam Hüseyin qəbristanlığının astanasında, astana nə demək? Girəcəyində dəfn ediblər. İndi gəldik yaradıcılığa. Füzuli ilk 4-ə imza atıb. Yəni 4 dəfə ilkə imza atıb. Bir, neydi? İlk allegorik əsər. İlki daha yazan deyiləm də bildiniz. 2, 3, 4. Allegorik nə deməkdir? Şəxsləndirmə. Cansızların, heyvanların, bitkilərin insan kimi şəxsləndirilməsinə allegorik. İlk allegorik əsər, yəni ilk dəfə allegorik əsəri bu yazdı. Hansı əsər? Bəngübadə. Adını yazaq, poemaları yazanda yazarsınız. Bəngübadə əsəri. Sonra ilk nəyə yazdı? İlk tərcümə əsəri hansı oldu? Hədis. Yox, hədis ərbəyin. Hədis ərbəyin 40 hədis deməkdir. Kimin əsəri idi o? Fars tacik şairi. Hə, kimin? Əbdurrahman Camilin. Fars tacik şairi. Hədis ərbəyin, yəni 40 hədis. İlk tərcümə. Yaxşı. Sonra ilk nəyə imza? Ana dilində nəsr. Bəs ilk farsça nəsr kimin idi? İlk farsça nəsr kim? Xaqani Şirvani. Hə? Münşəat əsəri. Mənşuat yox. Töfət-ül Rəqeyn ilk süjetsiz poema. İlk dəfə nəsr əsərini farsça Xaqani Şirvani yazdı. Münşəat əsəri. Münşəat. Amma ilk ana dilində əsəri, nəsr əsəri, bunu Füzuli yazdı. Hansı əsər? Bəli. Bu da məktubdur. Ana dilli nəsr. Bədii əsər deyil, məktub. Nişançı Paşaya onun şikayət məktubu kimi göndərmişdi. Demişdik 9 axça qızıl. Həmin məsələ. İndi o şikayətnaməni yazanda adını ondan danışarıq, burada söhbət nədən gedir. Sonra ilk elmi əsər. İlk elmi əsəri o yazdı. Mətləb-i-İqat. Hansı dildə yazmışdı onu? Ərəbcə yazmışdı. Demək, ilk elmi əsər. Bu atdığı ilklər, 4 dəfə ilkə imza atdı. Füzuli, bilirsiniz ki, o dövrdə dramatik növ yox idi, lirik və epik növ, ikisində də yazıb. Növ kimi götürsək, həm lirik növdə yazıb, yəni əsər, şeirlər yazıb, həm də epik növdə yazıb. Poemaları elə onun
epik əsərinə nümunədir. Poemaları epik əsərinə nümunədir. Hecə vəzni Şah İsmayıl Xatay bilirsiniz, bu yenilik eləmişdi. Füzulinin hecə vəzni əsəri yoxdur, hamısını əruzda yazıb. Hansı dildə yazıb desək, 3 dildə yazıb. Həm ana dilində yazıb, ərəbcə yazıb və farsça yazıb. Farsça yazıb. Ən çox da təbii ki, ana dilində yazıb. Gəldi indi, bəs bu lirik növdə yazıb, deyilmi? Elə bunun qabağına yazıb. Şeirlər yazıb dedik. Əcəb eləyir, bəs hansı janrda şeirlər yazıb? 3 qını yadda saxlayın, qəzəl, qəsidə, qitə. 3 qını yadda saxlayın. Sonra dörtlük forması, mürəbbi, dörtlük şəklində bilirsiniz. Bir də rübai. Bir də dörtlük şəklində tuyuq keçmişdik, düzdür? Tuyuğun əsasını kim qoydu? Tuyuq yoxdur, mürəbbi, rübai. Bunu yadda saxlayın. Sonra bax bu dörtlükdür, beşlik şəklində də yazır. Müxəmməs, hətta altılıq da yazır. Müsəddəs. Müxəmməs, o nə oldu? Müsəddəs. Beşləmənin altına yazdım təxmisi. Çünki müxəmməs də beşlikdir. Kimə yazmışdı o təxmisi? Həbibiyə yazmışdı. Tamamilə doğru. Təxmis. Təxmisin ikinci adı nədir? Nəzirə, adından bilir, bax adı da Nəzirədir. Nəzirə. Kimə yazmışdı bunu? Həbibiyə. Həbibinin keçəndə bunu demişdik. Həbibinin keçəndə demişdik. Bu janrlarda yazın. Bir də poema janrında yazın. İndi poema üçün burada yer saxlayıram. Yaxşı. Aha, bəs hansı mövzularda yazın? Məhəbbət mövzusunda var. Məhəbbət mövzusunda var. İctimai mövzuda var. İctimai. Dövrün problemləri. Sonra dini mövzuda var. Sonra gözəl, dini fəlsəfi də yazılır. Məsələn, səhət və mərəz əsəri. Səhət və mərəz əsərində dini fəlsəfi fikirləri var. Gözəlin tərifi. Tərənnümü deyirik də biz buna. Tərənnümü. Yaxşı, bax. Qəzəllərin hansı mövzudadır desək, ən çox ümumiyyətlə qəzəl janrına üstünlük verir. Hətta özünü adlandırır. Ayılsın. Özünü Füzuli qəzəl bağçasının gülü adlandırır. Ən çox üstünlük verdiyi janr, yəni qəzəlin klassik ədəbiyyatda ən mükəmməl nümunələrini Füzuli yaradır. Qəzəllərin mövzusu da məhəbbət mövzusu, gözəllərin tərənnümü, ictimai mövzular, dini fəlsəfi mövzuda yazılıb. Bu, indi bu məhəbbət mövzusunda yazdığı məhəbbət mövzusunda. Sizcə bu real məhəbbət idi, yoxsa ilahi eşq demək? İkisi də var. Füzuli əsərlərində bu iki eşq, bəli, insani eşq, ilahi eşq, sufi görüşləri də bu ilahi eşq. Elə dedik ki, çulğalaşıb, elə vətən təşkil edir. Seçmək çətindir, bəzən çətin olur ki, bu şeiri Allaha mı yazır? Yar deyərkən Allahı mı nəzərdə tutur, qızı mı? Orada bir beyt var, ona görə deyirik ki, bəli. Məncə ondan sonra adətən deyirik real eşqdir. Sadəcə orada bir beyt var ki, hamının dərdinə dəva olan Allah, yəni yar mənim dərdimə dəva deyil. Yar deyərkən də hamının dərdinə bir Allah dərman ola bilər. Ona görə deyir. Bunu bildik mi? İctimai deyəndə burada bax zamanəyə də münasibətini bildirir. Yəni zamanənin gedişinə, o siyasi quruluşuna, ona da münasibətini bildirir. Sonra öz şəxsi həyatına da münasibətini bildirir. İnsanlara da münasibətini bildirir. Bax bu ictimai mövzuda hər kəs öz münasibətini bildirir. Yəni mənim mövqeyim nədir? Gəldik indi nəyə? Gəldik bu Füzuli sözünü silin, burada mən yer açmıyoruz mən. Gəldik, bu insanın 3 divanı var. 3 divanı. Biri ana dilində yazılır. Ana dilində. Divan başdan ayağa ana dilində şeirlər. İkincisi, divan başdan ayağa farscadır. 2 dənə divan. Ana dilində, fars dilində. Üçüncü divan. Qəsidələr divanıdır. Qəsidələr divanı. Aha. Yəni, bura ancaq qəsidələrini toplayır. Bu divanda qəsidələrin sayına baxaq. 43-ü ana dilindədir. Bu qarışıqdır. Ana dilindədir. Bu 3-ü yadda saxlayın, bölünə bir dənə də 0 atın. 30-u farscadır.
Çox az say. 12-si ərəbcədir. Sizcə niyə ərəbcə belə azdır? Ərəb dili şeirə yatımlı deyil. Deyil. Ərəb dili əslində elm dilidir, tədris, məktəb dilidir. Məsələn, rəsmi dövlət idarələrində ərəb dilidir, amma fars dili poeziya dilidir, şeir dilidir. Ərəb dili şeirə uyğun gəlmir, yatımlı deyil deyə kobud dildir. Biraz ona görə 12-si ərəbcə. Görürsünüz, fars ana dilinə daha çox üstünlük verir. Görürsünüzmü? Bu oldu bunun divanı. Bu oldu bunun divanı. Demək bir divanı ana dilində, fars dilində, çünki qəsidələr qarışıq. 3 dildə var, qəsidə var. İndi gəldik poemalarına və nəsr əsərlərinə. Poemalarını 2 dildə yazılır. Poemalar. Qısaca ana yazsan bilərsiniz daha. Ana dilində və farsca. 2 dildə yazılır. Farsça bircə dənədir. Həft can. Həft nədir? 7 can. Həft. Həft can. Farsça. Ana dilində 3 dənədir. 1. Leyli Məcnun. Leyli və Məcnun. Aha. 2. Bəngübadə. Bəngübadə tərcüməsi nədir? Tiryək və şərab. Məşə və şərab. Söhbət rəsmi. Bəngübadə. 3-cüsü söhbət rəsmi. Aha. Əsma. Əsmar meyvə demək. İndi gəlir. Leyli və Məcnun bayaq biz bundan uzun-uzadı danışdıq, məhəbbət mövzusundadır. Bunun üçün laf ayrıca bir dəfə çəkmişik. Çünki indi danışdıq, təzədən təkrar danışmıram, mənası olacaq. Leyli və Məcnun məhəbbət mövzusundur. Ərəb əfsanəsi əsasında yazılır. Bəngübadə 2 hökmdarın Şah İsmail Xatay ilə Sultan Səlimin Çaldıran döyüşünə 1414-cü ildə Çaldıran döyüşünə həsr olunubdur. Və orada 2 hökmdarın ikisini də şair qınayır. Bəli, mənasız yerə qardaşın qanını tökdü, mənasız yerə insanları qırxına verdilər. 2 hökmdarın təkəbbür bilirsiniz də nədir? Lovğalığı gətirdi nələrə çıxardı. Yəni, sanki hökmdarı deyir, biriniz tiryək mi çəkirsiniz, biriniz şərab mı içirsiniz, yəni nə edirsiniz siz? Qardaşı qırar mı? Yəni, üstündə sülü şey məsələsi. Gəldik, burada mövzusu budur. Yəni, bir də çünki testdə mövzunu salır, bir söhbət hansı əsərdən gedir. Gəldik bura. Burada lovğalıq, bax, yadda saxlayın, tənqid olunur. Lovğalıq. Orada alim girir bağa, baxır ki, meyvələr başlayır, yəni alim hər şeyin dilini bilir, bitkilərin, heyvanların anlayır dilini. Baxır ki, meyvələr başlayır bir-birini tərif eləməyə. O özünü tərifləyir, bu özünü tərifləyir, hə. Bu deyil məndən yoxdur, o deyil məndən yoxdur. Yəni, axırda alim hamısını başa salır ki, əslində hər birinizin bir faydanız var da. Hərənizin öz yeriniz var, bunu özünü öymək. Mənəmlik yaxşı xüsusiyyət deyil, lovğalıq mənəmlik. Bu, burada tənqid olur. Həft camda da bu Cəmşidin camı olur, dünyanın göstərir hər tərəfini belə. Bütün bəli, ictimai mövzuları burada dövrün eyibləri tənqid olur. Bu poemalar idi. Ana dilində və farsça yazılır. İndi gəldik nəsr əsərlərinə. Nəsr əsərləri, bunu da 2 dildə yazıb. Yenə həm ana dilində, həm farsça. Farsça. Yaxşı, yazalım. Ana dilində yenə 3 dənədir. Bax, burada da 3 dənədir, burada da 3 dənədir. Yadda saxlayın. 1. Şikayətnamə. Şikayətnamə. Bu bədii əsər deyil, sadəcə. Bax, namə nə deməkdir? Məktub. Şikayət məktubu. Danışarıq haqqında. İkincisi, həqiqəti sualı. Tərcüməsini yazdırmışdım üstünə. Kimdə yoxsa yazsın. Suada. Həqiqəti suada. Üçüncüsü, nəsrlə məktublar. Onun tək bu deyildir. Ümumiyyətlə, nəsrlə məktubları çoxdur. Aha. Şikayətnamə əsərində bu əsərdən bir cümlə el arasında misal olur. Salam verdiniz deyə almalar. Salam verdim. Rüşvət deyil deyə almadılar. Demək, buna Osmanlı Sultanı təqaüd keçəndə 9 ağca, keçən iki uşaqlar bilir, bu gələnlər üçün deyək. 9 ağca təqaüd kəsir, təqaüd o pensiya deyirsiniz, hə? Bunu da almaq
çoxu gedib dövlətdən sənəd almalıdır, sənədlərini düzəldir. İdarələr bunu o qədər süründürdü ki, bugün də var da o süründürməçilik. O qədər süründürdü ki, yatma, yazın gedəlim. Niye? Rüşvətə görə. Rüşvətə görə bunu, o bu onun üstünə göndərir, o bunun üstünə göndərir, bu deyir, ged onu düzəltə, bu deyir, o bezir yazır. Və ona görə idarəyə girir, salam verir, götürmürlər salamını. Deyir, salam verdim, rüşvət deyir deyə almadılar. Rüşvət olsa alardılar. Yazıq yorulur. Öləndən sonra təqaüd hazır oldu, gəldi, onu da gələ bilmədi. İndi onun şu şikayətini Nişancı Paşaya yazmışdı bunu, bu məktubu. İlk əsəri budur. Həqiqət-i suada xoşbəxtlər bağçası demək ki, kimlərdən danışır, kimlərdən bəhsdir? Məşhur din xadimi. O vaxtda bilirsiniz ki, ən nüfuzlu şəxsləri din xadimləri idi, axundlar, mollalar, xüsusi nüfuza sahib idilər. Dövrün məşhur, amma həqiqi din xadimləri, həqiqi din xadimləri. Onların həyatı, fəaliyyəti, məhrumiyyətləri, bax, onlardan danışır, bu əsərdə. Sonra gəldik Farsça. Farsça 2 dənədir. Burada Farsça 1 dənə idi, Həfizcan. Amma burada 2 dənədir. Burada 2 dənədir. 1, 2. Mən niyə birincikini yazdım? Birincisi səhət və mərəz. Səhət və mərəz. Mərizə adı buradan gəlir. Mərəz adı. Səhət və mərəz. Sağlamlıq. Sağlamlıq və xəstəlik. Bu əsərdə, bax, diqqətən qulaq asın. Füzulinin dini, fəlsəfi, sonra elmi, bütün hər tərəfli də var, elmi, dini, fəlsəfi, panteist. Bu fikirləri, düşüncələri hamısı bu əsərdə var. Bütün düşüncə tərzinin sanki cəmidir bu əsər. Burada insan orqanları, bu da allegorik əsərdir. İnsanın daxili orqanları başlayır söhbət eləməyə, danışmağa. Bu da allegorik əsərdir. Hə. Panteist o da elə bir fəlsəfəyə söykənən. Fəlsəfi, panteist həmişə dini, fəlsəfi, panteist. Yəni, panteist, bu da elə bir ki, dünya haqqında düşüncələri, məsələn, ilahi, Allah haqqında düşüncələr, dünyanın fəlsəfi fikirlər. Keçdi ikinciyə, Rindu Zahid. Rindu Zahid ata və oğul demək. Ata və oğul. Ata burada köhnəliyin təmsilçisidir. Oğul da yeniliyin təmsilçisidir. Bəli, bunların arasında heç bunun sözü onun boğazına keçmir, bu fikrini o bəyənmir, o fikrini bu bəyənmir. Yəni, köhnəliklə yeniliyin fikirlərin qarşılaşdırılması. Rindu Zahid. Ata və oğul. İndi burada allegorik əsərlərdir. Gəlin, hansı da allegorik əsərlər? Bən mübarək, biri bu, qabana A hərfi yazdıqları. Söhbət-ül əsmar, A hərfi yazdıqları, allegorik. Səhət və mərəz, bunu da üstünə A hərfi yazaq. Bu oldu bizim allegorik. Allegorik əsərlərdən ikisi nəzmlədir, biri nəsrdir. İkisi ana dilində yazılır, biri farsça yazılır. Farsça. Birində daxili orqanlar şəxsləndirilir, birində meyvələr, o birində də şərabla tiryək. Həfizcan da allegorik. Həfizcan. Allegorik deyil. O farsda oldu. Çəkdinizmi? Hə. İndi gəldik nəyə? Buraları bildik. Söz qəzəli. Söz qəzəli. Açın kitablarınızı, orada tərcümələr var. Bir də mənim canımdan bir şey var. Vaxtdır. Ona mən bunu çəkərəm. Ayrıca bunu fazla saxlayıb telefonu. Sağ olun.